Müşfiqi niye gör öldürdüler? Müşfiq 33'te gör ne yazır? Bu ne yoldu? Daşnak yolu. Her deresi qanla dolu. Ne acıdır bunun adı? O denizden bu denize deyip çıktı sinemize. Gah tapdadı, gah doğradı. Elinde baş, dişinde et. Tanırsınız o celladı. Ne bak kaldı ne de bağban. Ölüm, dehşet, tüfeng, duman sinemizi parçaladı. Bilen bilir bu dehşete, bu uğursuz felakete. Kim el çaldı, kim ağladı? Bunu Müşfiq gördüklerin yazırdı. Allah rahmet eylesin. Cavid Efendi'den değil. Türk ordusu daim basarak ölkeler almış. En sonunda siyasette basılmış ve bunalmış. Bakıdan 18. ilde Bakıda 30 bin insanı qətlə yetirdiler. Bütün Şamaxının 52 bin əhalisi var idi, 80 məhəlləsi var idi, 7 bazarı var idi, 24 məscidi var idi. Onları darmadağınlar Şamaxdan 54 bin əhalidən 2 bin əhali qayıtdı. Qubanı nə günə qoydular, Lənkəranı, Səlyanı nə günə qoydular onlar, Azərbaycanı nə edilər onlar? Bilirsiniz onlar necə? Onlar təpədən, Çarın vaxtında da onlar silahlı olub təpədən dırnağa, biz silah götürməmişik. Sovetin vaxtında da onlar təpədən dırnağa silahlı olub, biz qardaş demişik, silahsız gəzdirməmişik. Və 30 ildir görürsünüz bizim başımızdan oyun gətirirlər. Bunlar bir vəhşi, bir bəladır, bir faciədir Türk milləti için. Öncə dediyim kimi, gör bu 150 il bundan qabaq yazır ki, yer üzündə nə qədər Türk var, hamısı qətlə yetirib öldürülməlidir. Nəyə görə? Nəyə görə? Türk'ün torpağında sen ne istiyorsan? Sen hardan gelmişsin bura? Sen ne istiyorsan bizden? Ermeni 20. illerden 25. 24. ile kadar Orta Asya'da, Özbekistan arasında, Kırgızistan tacına vuruşurdu ki biz burada Böyük Ermənistan yaradır o. Cenab Ali Başkomanda, möhtərəm prezidentin başda olmaqla onların başını əzmək lazım, ilanın başını əzmək lazım. Bunlar ilandır. Başı əziləcək və öz yerlərində